Növbəti suala keçək. Bonus çalışmalar nədir və prosesin dərinliyini necə artırır deyə sual vermisiniz. Biz qəzəblə işləyirik orada, düzdür? Və qəzəb bir duyğudur. Duyğularımız o deməkdir ki, bədənimizdə bir enerji axını olan yerlərdir. Bunun əslində fiziologiyasını izah edeyim. Məsələn, deyək ki, sən görürsən ki, hansısa it sənə hücum çəkməyə hazırlaşır. Belə olan halda sənin sinir sistemin ya qaçmaq istəyəcək, yəni qaça bildiyin qədər qaçacaqsan, ardına da baxmadan, ya donacaqsan, ya da savaşacaqsan. İstənilən halda, bax, orada bir qorxu emosiyası var, düzdür? Qorxu emosiyasını keçirirsən deyə bədənin buna reaksiya verir. Nə edir? Adrenalin sintez edir məsələn. Nə olur? Kortizol sintez olunub, stres hormonu sayılır bu. Bütün bunlar əlaqəli fiziologiyaya çox girib zehnimi yormaq istəmirəm, amma bədənin deyir ki, mənə bunlar lazımdır ki, mən o it mənə hücum edəndə, yəni adrenalin, kortizol lazımdır ki, mən ya qaça bilim, ya savaşa bilim. Bu çox önəmli bir şey. İndi burada diqqət elə. Biri var, bu real qorxudur. Yəni, sən real təhlükəyə üzbəyüzsən. İt sənə hücum edib, səni parçalaya bilər, deyək ki, düzdür? Və belə olanda bu adrenalin olsun, kortizol, stres hormonu olsun, sənə kömək edir ki, sən qaçasan. Sənə enerji verir. Bir də bu fiziki təhlükə olmadığı zaman, nə bilim, banka borcun var və yaxud da kimsə itirməkdən qorxursan, sən qorxu hissini keçirirsən, yenə də bədənin adrenalini, kortizolu sintez eləyir. Və bunlar yenə də sənin bədəninə enerji verirlər. Çox böyük bir enerjidir bu əslində. Və sən, bax, duyğunu da keçirirsən, bədənində enerji də yığılır, amma bu enerji harasa xərclənmir. Nəticə olaraq nə baş verir? Sən özünü çox yorğun, bitmiş, tükənmiş bəlkə, çox təşvişlər hiss edə bilirsən. Uzun sözün qısası, duyğular enerjilərdir əslində, bədənimizdə müəyyən bir enerji axını yaradır və biz əslində onları necəsə bədənimizdən atmalıyıq, bunlar bizə lazım deyil şəklində yox, boşaltmalıyıq. Bunu müxtəlif şəkildə eləyə bilirsən. İnsanlar bunun üçün idmana gedirlər, üzgüçülükdən məşğul olurlar, nəfəs çalışmaları eləyirlər və s. və ilaxır. Hisslər məktəbində bu necə işlənilir? Hisslər məktəbində məsələn stresi bədəndən atmaq çalışması var, xüsusi texnikalardır. Məsələn, sən idmana getmirsənsə, tutaq ki, ya da bu dəqiqə bir şeydən qorxmusan və istər-istəməz bədəndə bu enerji yığılır, bu dəqiqə bunu necəsə ata bilmirsənsə və s. və ilaxır. Məsələn, hisslər məktəbində olan stresi bədəndən atmaq çalışması sənə burada kömək edir. Və yaxud da qəzəblənmirsən, eyni şəkildə enerji yığılıb, qəzəbi səslə ifadə çalışması var. Xüsusən biz insanlar olaraq qəzəbimizi ifadə eləməyə meyilli deyilik, ya şiddətlə ifadə edirik, ya ünsiyyət qururuq ki, bu çox yaxşıdır, amma qəzəbimizi bir çox hallarda özümüzdən belə gizlədirik, konflikt yaranması, burada çox fərqli ssenarilər var və uzun sözün qısası, məsələn, qəzəbi səslə ifadə çalışması ilə sən nəinki bugün qəzəbləndiyin bir şey, amma 15 il əvvəl qəzəbləndiyin, o sənin içində hələ də o qəzəbi daşıdığın bir şeyi də bir növ özündən buraxa bilirsən, bədənindən ata bilirsən və bu çox qiymətlidir. Və yaxud da mənim ən çox sevdiyim özümlə görüşürəm çalışması var, özümlə görüşürəm yönləndirməsi. Mən psixodinamika üzrə ixtisaslaşmışam, verdiyim terapiyalar psixodinamika üzrədir və özümlə görüşürəm də mənə görə psixodinamik terapiyanın bir növ köməkçisidir, bəlkə tamamlayıcısıdır və özümlə görüşürəm, özün özünə elədiyin terapiyadır məsələn. Ola bilər ki, hisslər məktəbində sən hər hansı duyğundan üzləşmirsən və o duyğunu öyrənirsən və s. və ilaxır, amma proses getməlidir, işin praktiki tərəfi var. Çalışmalar praktiki tərəf üçündür və sən özünlə necə işləyirsən, özümlə görüşürəm yönləndirməsi ilə nə edirsən, özün özünə, belə deyək də, daha konkret terapiya eləyirsən deyə bilərəm. Təbii ki, individual terapiya tamam başqa bir şeydir, amma özümlə görüşürəm də, mənə görə individual terapiyanın tamamlayıcısı da onsuz da və cavablarını tapırsan, duyğularını yaşayırsan, məsələn, özümlə görüşürəm yönləndirməsi də birbaşa olaraq duyğulara təmas edərək əslində səni yaxşılaşdıran bir yönləndirmədir, çalışmadır. Yəni, uzun sözün qısası,
Bu bonus dediyimiz çalışmalar əslində hisslər məktəbinin praktiki hissəsidir, hansı ki sənə nəzəriyyəni daha yaxşı öyrənməyə, öyrəndiklərini həzm eləməyə, öyrəndiklərini almağa, özündə yer açmağa birbaşa kömək edir.